Göygöldə bədbəxt hadisə nəticəsində bir nəfər şəxs vəfat edib. Rayonun Şadlıq saraylarının birində oğluna toy edərkən 1962-ci il təvəllüdlü Adil Hüseynovun baş nahiyəsinə Ağlay daşı düşüb. Adı çəkilən şəxs xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Xəbər verdiyimiz kimi ötən gün paytaxtın Binəqədi rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib. Hadisə Biləcəri qəsəbəsinin 10 may küçəsində axşam saatlarında qeydə alınıb. Həmin ünvanda yaşayan 18 yaşlı Can Məmməd Hüseynov, atası 55 yaşlı Xaləddin Hüseynov və anası 48 yaşlı İlhamə Hüseynovanı bıçaqlamaqda şübhəli bilinir. Bizim mediaya istinadən xəbər veririk ki, ata-anasını bıçaqlayan 18 yaşlı Can Məmməd Hüseynov orta təhsilini ötən il başa vurub. O, ali məktəbə hazırlaşsa da kollecə qəbul olub. Onu tanıyanların verdiyi məlumata görə Can Məmməd Hüseynov ailənin tək övladıdır. Amma onu ailə illər əvvəl övladlığa götürüb. Mənbənin sözlərinə görə valideynləri ona daim sevgi və qayğı göstərib. Hətta ali məktəbə qəbul üçün getdiyi hazırlıqlara özləri aparıb gətirirlərmiş. Hadisənin hansı səbəbdən törədildiyinə gəldikdə isə qeyd olunur ki, valideynləri sevdiyi qıza elçi getmədiyi üçün qızdan ayrılmağa məcbur olub. İddialara görə elə hadisə də bu səbəbdən törədilib. Onu sakit xarakterli tanısalar da, psixoloji problemlərinin olduğu da qeyd olunub. Onu da bildirək ki, Can Məmməd Hüseynovun atasına 22, anasına 9 bıçaq zərbəsi vurduğu iddia olunur.